Salam müəllimlər, salam hörmətli izləyicilər. Belə bir maraqlı trapesiya məsələsi var idi və bizdə göründüyü kimi verilib ki, ACD bucağı 35 dərəcə, bu ADC B düzbəl trapesiyadır. Həmçinin AB ilə BC-nin cəmi 2 dənə DC-yə bərabərdir. Bizdən ABC bucağını istəyir. Sual qoyduğum bucağı istəyir. Baxın, tutaq ki, müəllimlər, AB-yə X desəm, BC tutaq ki, Y desəm, DC nə olacaq? X plus Y-in yarısı. Yəni burada hər tərəfi 2-yə bölsəm nə alınır? X plus Y bölünsün 2 alınır. Düzdür? X üzərinə Y bölünsün 2 alınır. İndi mənimlə baxın, nə edə biz burada? Biz burada AB məsafəsini CB qədər uzada bilərik. Qurba məsələsi kimdə? Tutaq ki, bu CB qədər uzatdıq bunu. Bura olsun, tutaq ki, K nöqtəsi. İndi isə baxın, C ilə K-nı birləşdirə bilərik. Baxın, C ilə K-nı birləşdirdik. Biz burada nə görürük? Əlbəttə ki, AK DC paraleldir. Həmçində AK məsafəsi, baxın, bura Y olsa, AK məsafəsi X plus Y, DC məsafəsi isə X plus Y bölünsün 2. Deməli, DC-ni biz burada ADCK trapesinin üçbucağı tamamlasaq, biz burada elə bilin ki, DC-nin üçbucağın orta xətti olduğunu ala bilərik. Tərəfi yarıya bölüb. Yəni, biz buradan KC-ni uzadaq əvvəlcə. Baxın, müəllimlər, tutaq ki, bu təpə nöqtəsi olsun, tutaq ki, T olsun. Deməli, ATK burada əlbəttə ki, düzbucağı üçbucaqdır. Bu 90-dırsa, burada oldu 90 dərəcə. Həmçinin, baxın, dedik, orta xətt olduğu üçün bunlar bir-birinə bərabər oldu. Həmçinin, burada orta xətt olduğu üçün və burada nə deyə bilərik? Burada CD həm də hündürlüyü, həm də mediandır. Bu 35 isə bu bucaq olacaq 35 dərəcə. 35 dərəcə, 90 dərəcə təpə bucağı neçə oldu? Təpə bucağı oldu 55 dərəcə. Baxın, müəllimlər, 90-55. Demək, bucağın payı nə düşür? 90-55. Əlbəttə 180 olmasın, buranın payına düşür 35 dərəcə. Baxın, mənimlər, bu bucaq, baxın, bura Y idi, burada Y. Düzdür, bərabərliyin üçbucağı idi. Bu 35 demək, təpə bucağı nə oldu? Bu bucaq da oldu 35 dərəcə. Biz bir qayda bilirik ki, bir xarici bucaq özünə qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. 2-35-in cəminə bərabərdir. Demək, bucaq axtaran cəmin oldu 70 dərəcə.